Əziz müəllimlər və şagirdlər, bugün sizinlə feilin təsriflənən formalarını, yəni şəkilləri izah edəcəyik. Feilin şəkilləri iş görən, yəni subyektin görülən işə münasibətini bildirir. Şəxs işin icrasını əmr yaxud xahiş edə bilər, xəbər verə bilər, vacibliyinin lazım olduğunu bildirər, arzu edər və s. Feilin şəkilləri müəyyən qayda ilə düzəlir. Biz necə düzəldirik feilin şəkillərini? Əlbəttə ki, bunun özünə məxsus düsturu var, belə deyək. Feilin kökünə başlanğıc formasına birbaşa şəklin əlamətlərini, sonra şəxs onluqlarını artırmaqla biz feilin təsriflənən formaları, yəni şəkillərini yarada bilərik. Əmr şəklinlə xəbər şəklinin özünə xüsusi şəkilçisi yoxdur. Ancaq bu o demək deyil ki, biz onları heç bir şəkilçi ilə yaratmırıq. Bu yanlış fikirdir. Əlbəttə ki, onlarda müəyyən qrammatik şəkilçilərlə yaradırıq. İndi keçək əmr şəklinə. Əmr şəkli, əmr, xahiş, məsləhət, təklif, nəsihət və s. bildirən feil şəklinə biz əmr şəkli deyirik. Əmr şəklinin özünün xüsusi şəkilçisi yoxdur, ancaq əmr şəklini biz şəxs onluqlarının köməyindən yaradırıq. Düsturumuz necə olacaq? Feilin kökünə, başlanğıc formasına şəxs onluqları artırmaqla biz əmr şəklini yaradırıq. Bir də burada diqqət yetirək. Demək, digər şəkillərdə də şəxs onluqlarından istifadə olunur, ancaq digər şəkillərdən fərqli olaraq əmr şəklində kökü başlanğıc formaya şəxs onluqları artırırıq, amma digər şəkillərin şəkilçilərinin isə şəxs onluqlarını isə hansı bir şəklin şəkilçisindən sonra artırırıq. Yəni şəxs onluğu müəyyən qrammatik şəkilçisidən sonra artırılıbsa, demək sən bunu əmr şəkli deyə bilməzsən. İndi gəlin əmr şəklinin misallarına baxaq. Mən yazım, sən yaz, o yazsın. Bax, bu zaman biz diqqət yetirəcək ki, kökə, başlanğıc formasına birbaşa şəxs onluğu artırmışıq. Demək, bu birinci şəxsdə əmr şəklini yaratmışıq. Mən yazım. Demək, burada yazım feili əmr şəklində işlənmişdir. Bəs burada diqqət yetirək ikinci şəxsə. İkinci şəxsdə isə əmr şəklində olan bir söz ikinci şəxsin təkində heç bir şəxs onluğu qəbul etmir. Sən yaz bu formada olacaq, yəni bu sözdə yenə də əmr şəklində sayılır. Üçüncü şəxsdə o yazsın bu formada olur və yenə də yazsın feili burada əmr şəklindədir. Sonra bir də burada diqqət yetirək, ikinci şəxsin cəmində şəxs onluğu vurğu qəbul etmir, ancaq əmr şəklində digər şəxslərdəki şəxs onluqları vurğu qəbul edəcək. İndi keçək xəbər şəklinə. Xəbər şəklinin də özünün xüsusi şəkilçisi yoxdur, ancaq biz xəbər şəklini zaman şəkilçisindən düzəldirik. Digər şəkillərdən fərqli olaraq bir dənə xəbər şəklidir ki, zamanlara görə dəyişə bilər. Yəni, hansı bir zamanın şəkilçisini gördünüzsə, demək bu xəbər şəklindədir. Digər şəkillər isə zamana görə dəyişmir, ancaq hər birində gələcək zamanın məzmunu olur. Yəni, bizə desək ki, digər şəkillər zamana görə dəyişir. Məsəl üçün, gələcək zamandadır desə, bu yanlış fikir olacaq. Çünki gələcək zamanda olmağından ötürü gələcək zamanın şəkilçisi olmalıdır. Ancaq gələcək zaman anlayışı var, gələcək zaman məzmunu var desə, bəli, bu doğru olacaq. Çünki digər şəkillərin hər birində gələcək zaman məzmunu var, anlayışı var, ancaq gələcək zamanda işlənməyib. Zamana görə dəyişmək yalnız xəbər şəklinə aid olan bir xüsusiyyətdir. Bəs xəbər şəklini biz necə düzəldirik? Burada da yenə feilin kökü başlanğıc forması, birbaşa zaman şəkilçiləri və ondan sonra şəxs onluqları artırırıq. Demək, burada da yenə şəxs onluqlarından istifadə elədik, ancaq əmr şəklindən fərqli olaraq şəxs onluqlarından əvvəl zaman şəkilçiləri, yəni müəyyən qrammatik şəkilçilər işləndən sonra şəxs onluğu artırmışıqsa, bu əmr şəkli ola bilməz. Yəni, əmr şəklini digər şəkillərdən bu cür fərqləndirə bilərik. Sonra arzu şəklinə keçək. Arzu şəklinin özünün xüsusi şəkilçisi var. Bəli, A, Ə, ya, yə. Biz arzu şəklini bu şəkilçilər vasitəsindən düzəldirik. Bəs düsturumuz necə olacaq? Feilin kökü başlanğıc formasına A, Ə, sonra şəxs onluqları artırırıq və arzu şəklini yaradırıq. Arzu şəklinin də yenə də məzmununda gələcək zaman anlayışı var və biz arzu şəklini müəyyən sözlərlə də işlədə bilərik. Gərək, kaş, barı, təki bu sözlərlə də arzu şəklini yarada bilərik, düzəldə bilərik. Burada bir dənə diqqət yetirək. Bax, arzu şəklindən əmr şəkli birinci şəxsin cəmində bir-birinə çox bənzəyir, formaca eynidir.
Bəs biz bunları necə ayırd edə bilərik? Məsəl üçün, gəlin buradakı misallara baxaq. Yazaq sözünü birinci şəxsin cəmində biz həm əmr şəklində düşünə bilərik, həm arzu şəklində düşünə bilərik. Bəs bunları biz necə ayırd edirik? Əgər bu cümlə daxilində verilibsə, həmin cümlədə əmr ədatlarından istifadə olunubsa, demək bu əmr şəklindədir. Arzu ədatlarından istifadə olunubsa, demək bu arzu şəklindədir. Və burada ikinci yol da var. Əgər tərkibinə görə təhlil verilibsə, sən tərkibinə görə təhlillə də onu ayırd edə bilərsən. Misal üçün, əgər bu söz əmr şəklindədirsə, kökə başlanğıc formaya birbaşa qrammatik şəkilçi artırırıq. Əgər yox, arzu şəklindədirsə, bu zaman iki qrammatik şəkilçi ilə işlənir. Yəni, burada yazaq sözündə aq şəkilçisi birbaşa şəxs sonluğudur və ona görə əmr şəklini yaratmış sayılırıq bir qrammatik şəkilçi ilə. Ancaq bu sözdə iki qrammatik şəkilçi yazılıbsa, bu zaman arzu şəklinin Aə şəkilçisi və burada q şəxs sonluğu olaraq işlənir. Yəni, bunları tərkibinə görə təhlillə də bu cür ayırd edə bilərik. Sonra keçək vacib şəklinə. Vacib şəkli demək, hərəkətin icra olunmasını və ya olunmamasının vacib olduğunu bildirir. Özünün xüsusi qrammatik göstəricisi var. Malı məli şəkilçisindən vacib şəklini yarada bilərik. Bəs düsturumuz necə olacaq? Yenə də feilin kökü başlanğıc formasına malı məli şəkilçisi artırırıq və ondan sonra şəxs sonluqları artıraraq feilin vacib şəklini yarada bilərik. Vacib şəklinin şəkilçisini demək, biz feil sifət şəkilçisindən amonimdir. Bəs bunları necə ayırd edirik? İndi birazdan buna aid misallar deyərək bunları bir-birindən fərqləndirməyi də öyrədəcəm. Demək, vacib şəkil digər şəkillərdən fərqli olaraq inkarını biz həm mamə ilə, həm də deyil hissəci ilə düzəldə bilərik. Demək, vacib şəkli dedik ki, şəkilçisi həm malı məli, həm vacib şəklinin şəkilçisi ola bilər, həm də feili sifətin şəkilçisi ola bilər. Gəlin ona aid misal yazaraq onları bir-birindən fərqləndirməyi öyrənək. Demək, mən desəm ki, məsələn, yazılmalı tapşırıq. Yazılmalı tapşırıq, bir də deyirəm ki, tapşırıq yazılmalıdır. Demək, bu sözlərdən biri feilin vacib şəklindədir, biri feili sifətin şəkilçisidir. Bunları biz necə ayırd edirik? Əlbəttə, onlara sual verərək ayırd edə bilərik. Yazılmalı tapşırıq, necə tapşırıq, hansı tapşırıq deyiriksə, demək bu nədir? Feili sifətdir. Tapşırıq yazılmalıdır. Tapşırıq nə edilməlidir? Sualına cavab verdiyi zaman bu, demək, vacib şəklində sayılır. Demək, burada feili sifət olduğu zaman biz bilirik ki, feilin təsriflənməyən formalarına aiddir. Ancaq vacib şəkli isə feilin təsriflənən formalarına aiddir. Yəni, bunları bir-birindən sual verərək də bir-birlərindən fərqləndirə bilərik. Sonra davam edək lazım şəklinə. Demək, feilin lazım şəkli hərəkətin icrasının lazım olub olmadığını bildirir. Özünün xüsusi qrammatik göstəricisi var. Bəli, asıl şəkilçisindən lazım şəklini yaradırıq. Yenə də düsturumuz necə olacaq? Feilin kökü, başlanğıc forması, asıl şəkilçisi və birbaşa şəxs sonluğu artıraraq demək, lazım şəklini yaradırıq. Demək, lazım şəklində də yenə də məzmununda gələcək zaman anlayışı var. Biz lazım şəklini digər şəkillərdən fərqli olaraq mamə inkar şəkilçisi ilə deyil, yalnız deyil hissəci ilə düzəldə bilərik. Demək, lazım şəklinin şəkilçisi ası, həm də feil sifətinin də şəkilçisidir. Yəni, ası şəkilçisi amonim şəkilçidir. Yenə bunları bir-birindən necə fərqləndiririk? Gəlin ona da aid misal yazaq. Məsəl üçün, desək ki, gediləsi yol bir də var, deyirəm ki, yol gediləsidir.
Demək, yenə də burada sual verərək biz onları bir-birindən fərqləndirə bilərik. Hansı yol deyirəmsə, demək, fe'li sifətdir. Çünki fe'li sifətin sualına cavab verir. Yol nə ediləsidir sualına cavab verərsə, bu zamanda lazım şəklində olacaq. Demək, yenə də fe'li sifət təsriflənməyən feildir, ancaq lazım şəkil təsriflənən feillərə aiddir. Sonra keçək şərt şəklinə. Demək, şərt şəklinin də özünün xüsusi şəkilçisi var. Biz sasə şəkilçisindən şərt şəklini yaradırıq. Düsturumuz necə olacaq? Feilin kökü, başlanğıc forması, üstəgələk sasə, üstəgələk şəxs sonluqları. Şərt şəklini, demək, biz şərt şəkli işlənmiş cümlədə biz əgər hərgah bağlayıcılarından da istifadə edə bilərik. Bir də onu qeyd edeyim ki, şərt şəkli olan cümlədə, yəni şərt şəkli olan xəbər birbaşa sadə cümlənin xəbəri ola bilmir. Yəni tabeli mürəkkəb cümləni yaradır. Yəni şərt şəkli olan cümlə tabeli mürəkkəb cümlə olur. Çünki sadə cümlənin xəbərində şərt şəklinin şəkilçisi ola bilməz. Şərt şəklinin şəkilçisini bəzən şagirdlər isə hissəciyindən də səhv salırlar. Bəs bunları biz bir-birlərindən necə ayırd edə bilərik? Biz şərt şəklinin şəkilçisini birbaşa kökə başlanğıc formaya artırırıq, ancaq isə hissəciyini müəyyən qrammatik şəkilçilərdən sonra artırırıq. Siz orada şəkilçilərin sıralamasına baxaraq bunu ayırd edə bilərsiniz. Məsəl üçün, gəlin misal deyək. Deyək ki, o dərslərini oxusa, qısa yazıram, yüksək nəticə göstərəcək. Bir də deyirəm ki, o dərslərini oxuyursa, uğur qazanacaq. Yəni, bu iki sözdə hər ikisində sasə var. Bəs hansında şərtdir, hansında isə hissəcikdir? Tərkibinə görə təhlil edərək də ayırd edə bilərik. Burada kökə başlanğıc formaya sasə artırmışıq deyə, demək, burada sasə şərt şəklinin şəkilçisidir. Ancaq oxuyursa sözündə kök oxu, burada bitişdiricidir, indiki zamanın şəkilçisidir. Sasə isə hissəciyinin qısaldılmışıdır. Nəyə görə? Çünki şərt şəklinin şəkilçisini biz birbaşa kökə başlanğıca artıra bilərik. Ancaq isə hissəciyi olarsa müəyyən qrammatik şəkilçilərdən sonra artırılır. Ona görə buradakı sasə isə hissəciyinin şəkilçiləşmiş formasıdır. Dərsimiz bu qədər, əziz müəllimlər və şagirdlər. Əgər dərsimiz sizə faydalı oldusa, bəyəndinizsə, bəyənməyi və rəy yazmağı unutmayın. Əgər videolarımın davamlı olmağını istəyirsinizsə, kanalıma da abunə olun. Sağ olun.